Xeyir gənclər. Gənclər dedim çünki bugün sadəcə ikinci dəfə gənclərin sosial media forumu keçirilir və biz də artıq çatmışıq. VIP-də olacaq, xüsusi qonaq kimi qarşılayacaqlar bizi. Səbirsizlə gözləyirəm. Çünki bizim də fəaliyyətimiz sosial mediadan da asılıdır müəyyən qədər yox, hətta fəaliyyətin bir çox hissəsi oradan asılı deyərdim. Və Matrix'dən qaçış kanalı olaraq bu mötəbər tədbirdə iştirak eləməliydik sözsüz ki. Forumun keçirildiyi yerdə məhz Avropa-Azərbaycan məktəbidir və artıq 10-15 dəqiqəyə başlayır. Yan tərəfdə görmüş olduğunuz Ryanair'da brendler arasındaki en büyük troll. Hakikaten de en büyük trollerden biri ve dünyada halazadı hem TikTok'ta hem Instagram'da, özellikle de TikTok'ta bütün şeyi söhbət, yani oradaki kommunikasyonu özleri hakikaten de hiçbir ayrı airline ismi, hiçbir hava yolu gibi aparmır. Bazıları ilişki bağlı bir şeylerden anladığım kadarıyla kim köklerine göre sadık olsa internete o kadar meşgul olur. Kim böyle bir illüzyona göre çok ilişse o kadar uğursuz olur ve daha az pul kazanır. Ve hususen ben görüyorum esas auditoria gençlere bir şey bilmek isterim ki yani iş görende korkmuyor. Adeten yani mentalite var. Boş şey, az kalıp. Mentalite de zaman içerisinde değişen bir şey. Benim yaşımda şalvar giyen insanlar. Ceps bakımda 10 yıl sonra giyirler. Yani mentalite değişendir. Siz çalışın pul kazanın, yaxşı işler görün bana göre. Buna demək istəyirəm. Son dövrlərdə TikTok'a girməyə sıxılmışam. Yəni sizlərdə belədir. Yəni bu ekrana tıklayın, nə bilim. Parmağı kopan insanlar da zaten. Yəni biri vibrator gətirir, parmağına koyur, like şey. Tıklayın. Böyüyəndən kiçiyinə görə hamı tıklayır ekrana. Bakırsın ağıllı adamdan tıklayır. Yani tıklamak istiyor. Ben bu insanlarla bizden söhbət etdiğim insanlarla yolda görə. Ona göre ben onun düzeyini düşünürəm, mənim yanlış olduğunu düşünürəm. Ona göre müddətsiz dövrün tendensiyasına, trenddə mənim kimi yaşlı kimi yox, daha çox adaptasiya olmasız. Bəlkə siz də canlı yayınlarınızı tık istəməzsiniz, ona göre ben bunu doğru olduğunu düşünürəm. Biz bugünkü tədbirdə sponsor dedik. Biz bugünkü tədbirdə xaricdə təhsil almaq istəyən gənclərin ən etibarlı yol yoldaşıyıq. Zəhmət olmasa auditoriya mənim bu sualıma cavab versin. Aramızda xaricdə təqaüd və təhsil almağa maraqlı olan nə qədər gənc var? Əlimizi qaldıraq. Xaricdə təqaüd və təhsil almağa maraqlı olan gənclər. Maşallah, auditoriya böyükdür və demək olar ki, 90% auditoriya xaricdə təqaüd və təhsillə maraqlanır. Və bu da o deməkdir ki, biz bugün ən doğru auditoriyadayıq. Yaxın dəqiqələr ərzində sizə xaricdə təqaüd və təhsil almaq zamanı ən doğru yol təqəsinizi hazırlamalıdır. Sən nə istədiyinizdir, onu mütləq deməliyik. Çünki yenə də əli ekranı store etməklə məşğuldur. Ona deməliyik, insan like elə, keşid elə, keşid məşğuluz al və s. Belə, bu birinci hilələrin bu hooklar var. Belə bir sayt var, yenə də siz edə bilərsiniz. Bu saytdan hookları götürür, oradan nə kullanıb nəsə edə bilərsiniz. Sizə bağlıqlardır. Və bir öz təcrübəmdən nümunə göstərmək istəyirəm, keçən ildə göstərmişdim. Bu videoda həmin formulanın nəzəri tətbiq olunması var. Demək ki, Azərbaycan slaytda gördüyünüz kimi bu şəxslər düzgün yönəlməkdə uğur qazanıbdır. Amma bizim istedadlı futbolçularımız olsa belə uğur qazanılmamışdır. Bizim maksimum futboldakı uğurumuz milli səviyyədə. Niyə də yoxla bağlıdır və o da prosin sistemi dövrünü müsabiq edir. Amma istəyənlər aydın alınır. Bizim şaşırtı gördüyümüz şəxs João Gabriel'dir, Pasiyon qrupunun yaratıcısı. Bu şəxs İspanya'ya köçür İsveçrədə və klubu qurur. Ağlındakı sevdayla, içindəki inanla, inanın və ətrafına birləşdiyi fərdə ilə bilirlər. 4 nəfərdən birləri başlayırlar. Babam deməli, qrupun dağımıza qaçmağa. Bu 4 nəfər başlayır 11'e olmağa, bu 4 nəfər başlayır 20'de olmağa devrələri artır. Və həqiqətən bir klub yaranır. 1899-cu ilin noyabrında bu klub yaranır və 125 kişi fəaliyyət göstərir. Amma çox böyük səsəliklər var idi. İspanya'da futbolun bir gimnazisi var idi, İspanya'da stadion və digər məkanların olmaması var idi və insanları buna inandırmaq var idi. João Gabriel komandası bunu elədi və əlavə olaraq yaşadığı o qədər çətinliklər var idi. Bunların söhbət nədən gedir? İspanya krallığına elədiyi depresiyalar var idi və əlavə olaraq bu insanlara qarşı törədilən
cinayətlər də var. Amma bu onlara mane olmaq üçün öz sevdalarından vazgeçsinlər. Salamlar. Əli mikrofonu sözə gələndən biraz çox danışım. Sən. Sağ ol. Ne danışacağınızla bağlı? Ben bilmək istəyirəm ki, burada maksimum yaşı 35 olan neçə nəfər adam var? 35, maksimum 35 olan. Mən çoxsu 35'den aşağı. Azərbaycan təhsil sistemində maksimum 35 yaşı başa düşündüm. 35 yaşdan aşağı kim var? Gördüm. Ben sonra değerli verdim desen. Tamam abi. Və biz indi əlinlə müzakirə edəndə ki, söhbətgahda, münasibətdə mövzumuz nə olsun, ancaq mövzularımız filan şey nədir üzərindən gedir. Bunlardan biri də məsəl üçün gənclik nədir? Mükemmel yazılmış prompt, mükemmel süni zeka istifadesi, bu ise mükemmel neticeler demektir. Süni intelektin imkanlarından istifade ederek mükemmel neticeler elde etmeye bacanan cəhənnəməcə. Tədbir bitdi. İndi isə sırf VIP qonaqları üçün after party təşkil olunur və bu after partidə spikerlərlə görüşdü. Biraz spikerlərlə vaxt keçirdəcəyik. Və onun üçün indi xüsusi avtobusla həmin məkana doğru gedirik. Flora hosteldəyik.
el acento de la colombiana.